Salam, hər vaxtınız xeyir olsun. Burada sualımıza qeyd edilir ki, daha əvvəl baş vermişdir. Şimali Azərbaycanda rəhbər rüsumunun ləğv edilməsi 1836, Taypinlər hərəkatının başlanması 1850, Monroe doktrinası 1823, Azərbaycanda Avropa tipli dünyəvi məktəbinin əsasını qoyulması 1830, Yaponiyada burjuwa islahatlarının keçirilməsi 1868-ci ildən aiddir, 67-68-ci illərdə. Burada daha əvvəl baş verdiyini qeyd edirsə, biz təbii ki, burada doğru cavabımız Monroe doktrinası olar. Buna görə də sualın doğru cavabı C variantı olmalıdır. Digər bir sualda Romada Respublika və İmperiya dövrü üçün ümumi cəhət. Roma Respublika dövrü təbii ki 509-dan 27-yə qədər, İmperiya dövrü 27-dən 395-ə qədərdir. Bunların ikisi üçün ortaq cəhət Parfiya dövləti ilə müharibə aparması. Parfiya dövləti ilə müharibə aparması qədim Romada. Yəni, həm Respublika dövründə, həm də İmperiya dövrü üçün. Bəli, məsələn, bunu nəyə əsasən deyə bilərik? Çünki Romada Respublika dövründə 53-38-də Parfiya ilə müharibələr olmuşdu. Və həmçinin də Trayan Parfiyanın paytaxtını tutub. Bu İmperiya dövründə də o oxşar cəhəti ilə A variantı uyğun cavabdır. Bu müharibələr Respublika dövrünə düşür. 264-146. Aristotelik Romada deyil, Yunanistana aiddir. Xristianlar açıq ibadət verməsi 313-dədir. Bu da İmperiya dövrünə düşür. Sasanlərə qarşı müharibəsi də İmperiya dövrünə düşür. İmperiya dövrünə aid düşür. Deməli, digər bir sualda qeyd edilir ki, məntiqi ardıcılığı tamamlayın. 1-ci Piotrun Qərbi Avropaya böyük elçiliyi göndərməsi, Respospolita və Saksoniya Danimarkalı ittifaq yaratması. Bunun nəticəsi nə oldu? 1-ci Piotrun Qərbi Avropa elçiliyi göndərməsi, Saksoniya ilə ittifaq yaratması, Avropa dövlətlərinin hər bir qismi Roma papasının rəhbərliyi etdi, Osmanlı dövlətinə qarşı birləşməsi. Xeyr, birləşmədilər. Burada İsveçə qarşı koalisiya yaratdılar. Rusiya Baltik dənizinin sahillərinə keçmək uğrunda mübarizəyə başlanması, bəli, İsveçlə müharibəyə başladı. Uyğun cavabımız B variantıdır. Ona görə burada Azov qalasının ələ keçirilməsi, Bosfor Dardaneli boğazına keçmə hüququ, Kiyev daxil olmaq Sultanlı Ukraynasının ələ keçirilməsi bunlar yanlış cavabdır. Burada uyğun cavabımız B variantında göstərilmişdir.